Cənab Prezidentimiz İlham Əliyevin keyfiyyət yeni formada Azərbaycan gəncliyinə, onun hərtərəfli inkişafına verdiyi dəstək, dövlət proqramının qəbul edilməsi, gənclərimizin həm vətənpərvər ruhda tərbiyə edilməsi, həm milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması özünün bəhrəsini 2020-ci ildə Vətən müharibəsində verdi və Azərbaycan gəncliyi sözün əsl mənasında dünyaya vətənpərvərliyin ustad dərsini vermiş oldu. Bütün dünya bir gənc öz torpağını, öz xalqını, öz dövlətini nə qədər sevə bilər dərsini görmüş oldu və bugün ölkəmizin hər yerində Gənclər Günü'ndən bağlı tədbirlər keçirilir. Silsilə tədbirlərdən biri də gözəl Naxçıvanda keçirilir və bugün həm Naxçıvan gəncləri ilə biz bir çox mövzularda forumlar keçiririk, söhbət edirik və düşünürük ki, ölkəmizin gənclər siyasətində Cənab Prezidentimizin bu sahəyə verdiyi dəstəyi, önəmin öz üzərində hiss edən Azərbaycan gənci onlar göstərilən bu dərin etimada özlərinin əməli fəaliyyətləri ilə uğurla cavab verəcəklər.